İsrail. Siz? Mən Fələstin tərəfindəyəm, çünki Ronaldo Fələstinin tərəfindədir. Tərəfsizəm. Sizdə nədir qardaş? İsrail. İsrail-Fələstin müharibəsində kimin tərəfindəsiniz? Abi ben Türk'üm. Azerbaycan neredeyse biz oradayız. Valla əslində müsəlman tərəfində olmalıyam, çünki müsəlmanam. Fələstin. Fələstin. Fələstin-İsrail müharibəsində kimin tərəfindəsiniz? İsrail. İsrail təbii. Nəyə görə? O məndə qalsın. İsrail. Nəyə görə? Çünkü İsrail Yahudiler ki bizim dostlarımızdır. Mən şəxsi olaraq belə desəm, mən İsraildə oxumuşam deyə. Mənim üçün İsrail daha doğma gəlir və İsrailin Azərbaycana olan dəstəyindən ötürü əsas məsələ düşünürəm. İsrail tərəfində olduğumu düşünürəm. Fələstin qeyri-qanuni olaraq çox gözəl millətli Yahudilərə basqın edib. Mən şəxsən Azərbaycanlı olaraq onu pisləyirəm. Yahudi ölkəsi çox bir dənədir, çox olar mədəniyyəti, dövlətli və mən bizim Azərbaycanla dostluğumuz davam etdirir. Ona görə mən Fələstinin bu nəllət deyirəm, bu cürə yatan yerdə fərz edin ki, mən YouTube-da baxdım. İnanın mənə, qoca arvadı qoyulur, maşın qoyulur, qadını, dinsiz əhalini, silahı olmadan gəlirsiniz, siz təcavüz, bu nə dərəcə düzgün? Onu mən çox pisləyirəm.